Keçmiş həyat yoldaşı tanınmış aktrisa Xəyalə Quliyevaya qarşı məhkəmə iddiası qaldırıb. Globalaz teleqrafa isnadən xəbər verir ki, Yusif Musayev məhkəməyə Xəyalə Quliyeva ilə birgə nikah dövründə əldə edilən əmlakların bölgüsü üçün müraciət edib. Maraqlıdır ki, iddia ərizəsində Xəyalə Quliyevanın 2019-cu ildə Maşın Show televiziya layihəsində udduğu Nissan Kicks markalı avtomobilin adı da keçib. Yusif Musayev bu avtomobilin üzərində bərabər payın müəyyən edilməsini istəyib. Apellyasiya isə bildirib ki, Nissan Kicks markalı avtomobil layihənin qalibi olduğu üçün ona hədiyyə kimi verilib. Məhkəmə belə qənaətə gəlib ki, həmin əmlak cavabdehə birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilib və bu əmlak bağışlama kimi qəbul oluna bilməz. Tərəflərin əmlak mübahisəsi Ali Məhkəməyə qədər davam edib, lakin Xəyalə Quliyevanın kassasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, tərəflər arasında bağlanmış nikah 2024-cü ilin dekabrında məhkəmə qaydası ilə pozulub.